Qurban bayramına az qalmış ət kəsimi məntəqələrində hazırlıq işlərinə başlanılıb. Əhalinin qurbanlıq əti olan tələbatının artacağını nəzərə alsaq, ölkə üzrə 126 ünvanda heyvan satışı və kəsimi xidmətləri təşkil olunacaq. Elə bu ünvanlardan da biri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən məntəqədir. Burada baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar satışa çıxarılacaq. İri və xırda buynuzlu heyvanlar bölgələrimizdən müşahidə edici sənədlərlə bura gətirilir. Yoxlanışdan keçdikdən sonra ət kəsim məntəqələrinə aparılır. Məntəqənin içərisində elektron tərəzi, ətlərin saxlanması üçün buzxana, lazımi avadanlıqlar, geyimlər və piştaxtalar mövcuddur. Heyvan kəsilərkən dərisi və içalatı burada ayrılır, ətin özü isə aqreqatlar vasitəsilə dinlənmə otağına ötürülür. Doğranmış ətlər və ya heyvanın daxili orqanları ayrı-ayrı piştaxtalarda satışa qoyulacaq. Qeyd edək ki, bu il məntəqələrdən 70-də həm kəsim və satış, 29-unda qurbanlıq heyvanların yalnız satışı, 27-sində isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Bununla yanaşı bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Agentlikdən verilən məlumata görə iyunun 6-sı və 7-sində qeyd olunacaq Qurban Bayramı günlərində sahibkarlar heyvan kəsimini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir. Çox təəssüf ki, Qurban Bayramı günlərində bəzi hallarda qanunsuz hallara da yol verilir. Belə ki, kəsim məntəqələrindən kənar yerlərdə, o cümlədən yol kənarlarında, parklarda, məktəblərin bəzən qarşısında qurbanlıq heyvanların qanunsuz olaraq kəsimi hallarına da rast gəlinir. Bilirik ki, bu hallara qarşı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq icra strukturları ilə birgə müvafiq tədbirlər görüləcək və bu cür qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-ədək paytaxtda, eləcə də ölkədə müxtəlif yerlərdə təyin olunmuş məntəqələrdə qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün xidmətlərdən istifadə edə biləcək. Nigar Namik, Ağalar Ağalarov, Real TV.